Təbrik edirəm səni ürəkdən. Uğurların davamı gəlsin. 50 manat mükafatdan əlavə 35 manat lotereyanda qalib olmuşdu Ülviyə xanım. Xeyirli uğurlu olsun deyək, davamlı olsun deyək inşallah. Problemlər hər zaman həyatımızda var və biz onların təsir altına heç bir zaman düşməməliyik. Sabahınız xeyir olsun komanda. Yeni günə başladıq. Hər birimiz üçün uğurlu olsun. Bol dövriyəli, bol rekrutlu bir gün arzu edirəm. Hər birimiz üçün bu yeni gün yadda qalan olar. İnşallah əvvəlki günlərdən daha səmərəli keçər. Hər birinizə bol dövriyə, bol şans diləyirəm. İnşallah bu gün istədim ki, sizlərlə canlı belə görüntü ilə əlaqə saxlayam. Bu gün mən tezdən oyananda qrupa baxdım. Qrupda Ülviyə xanımın uğurlarını gördüm. Çox sevindim. İstədim Ülviyə xanım, buradan sizi canlı görüntü ilə təbrik edeyim. Daha da uğurlarınız bol olsun, qazanclarınız bol olsun. İnşallah bundan da artıq nailiyyətlər əldə edəsiniz. Çox sevindim sizin adınıza. Təbrik edirəm bir daha. Burada hər zaman qazanan məqsədli xanımlar hər zaman uğurlara da, yeni uğurlara da imza atacaq. Hər kəsin inkişafı özündən başlayır. Bildiyimiz kimi nə qədər istəkli, nə qədər öz istəklərimizin ardınca getsək, əlbəttə ki, bu işdə bir uğur, nailiyyət qazanacağıq. Ülviyə xanım da çox əzimli xanımdır. Hər zaman izləyirəm. Əlbəttə ki, o qədər enerjili səsi ilə qrupa səslər göndərir, görüntülər göndərir və bu həqiqətən məni çox sevindirir ki, ətrafımızda bu işi daha kökündən, daha necə deyim, dərindən öyrənmək istəyən xanımlarımız çoxdur. Mən də hər zaman yəni işimə çox ciddi yanaşıram. Çünki burada mənim bir qazancım var. İnamsızlıq hər zaman insanlarda var. Yəni mən bunu qınamıram da. İşdən məlumatı olmayan, onlayn biznesdən heç bir məlumatı olmayan insanlar əlbəttə ilk baxışdan heç zaman güvənmirlər, inanmırlar. Bu inamı bizlər yaratmalıyıq. Olan komanda üzvlərim hər zaman belə mənə geri dönüş eləyirlər. Belə etirazlarla qarşılaşıram ki, dəvət edə bilmirəm. Ən çətin mənə gələn tərəfləri dəvət mövzusudur. Dəvətdə heç bir uğurum yoxdur. Yəni belə partnyorlara mən hər zaman insanlarla ünsiyyət yaratmağın yollarını öyrənməsini başlanğıcda tövsiyə edirəm. Əlbəttə ki, adi hər hansı bir oturduğun ortamda müəyyən fikirlərin olmalıdır. İş haqqında məlumatın olmalıdır ki, qarşı tərəfə də düzgün məlumat yönləndirəsən və bu məlumat əsasında da sənə geri dönüşlər olsun. Demək, ətrafımızda olan insanlar hər biri bizdən aldığı məlumatlara görə yola çıxırlar. Yəni mən də belə olmuşam, sizlər də belə olubsunuz. Hər birimiz bizə yönələn məlumatların nə qədər düzgün olub olmadığına güvənərək yola başlamalıyıq.